Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. 29 iyun 2026-cı il üçün Azərbaycan üzrə hava proqnozu salam dəyərli izləyicilər. Hər birinizi salamlayırıq. İndi isə sizə 29 iyun 2026-cı il tarifi üçün Azərbaycan ərazisində gözlənilən hava şəraiti barədə ətraflı məlumat təqdim edirik. Paytaxt Bakı və Abşeron yarımadasında hava əsasən günəşli və az buludlu keçəcək. Gün ərzində yağıntı gözlənilir. Şimal-qərb küləyi gün ərzində mülayim sürətlə əsəcək, bəzi ərazilərdə isə küləyin arabir güclənməsi mümkündür. Gecə saatlarında havanın temperaturu 20 ilə 22 dərəcə isti, gündüz isə 28 ilə 31 dərəcə isti arasında dəyişəcək. Dəniz sahilində istirahət etməyə planlaşdıran vətəndaşlar üçün hava ümumilikdə əlverişli olacaq. Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında bəzi dağlıq və dağətəyi ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə şimşək çaxması müşahidə oluna bilər. Güclü yağıntı ehtimalı yüksək olmasa da, dağlıq ərazilərə səfər edənlərin hava şəraitindəki dəyişiklikləri nəzərə almaları tövsiyə olunur. Aran rayonlarında, o cümlədən Gəncə, Mingəçevir, Bərdə, Yevlax, Ağcabədi, Tərtər, Beyləqan, İmişli və ətraf bölgələrdə gün ərzində isti hava üstünlük təşkil edəcək. Gecə saatlarında temperatur 20 ilə 25 dərəcə isti, gündüz isə 31 ilə 36 dərəcə isti arasında dəyişəcək. Gecə saatlarında temperatur 20 ilə 25 dərəcə isti, gündüz isə 31 ilə 36 dərəcə isti arasında dəyişəcək. Günəş şüalarının daha güclü olduğu günorta saatlarında açıq havada uzun müddət qalarkən diqqətli olmaq, olmayı qəbul etmək və günəşdən qoruyucu vasitələrdən istifadə etmək tövsiyə edilir. Bakkusa, Xaçmaz, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən və digər şimal-qərb rayonlarında hava əsasən sabit keçsə də günün ikinci yarısında bəzi dağlıq ərazilərdə qısa müddətli yağış və şimşək ehtimalı mövcuddur. Duman əsasən gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə müşahidə oluna bilər. Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava şəraiti gözlənilsə də dağlıq hissələrdə qısa müddətli yağış ehtimalı istisna edilmir. Temperatur mövsüm normasına uyğun olacaq və gün ərzində isti hava hiss ediləcək. Naxçıvan Muxtar Respublikasında isə hava əsasən açıq və günəşli olacaq. Gün ərzində isti hava şəraiti davam edəcək. Külək mülayim əsəcək və yağıntı gözlənilir. Əziz izləyicilər, yay mövsümünün isti günləri davam edir. Xüsusilə günorta saatlarında uzun müddət birbaşa günəş altında qalmamağa, kifayət qədər su qəbul etməyə və mümkün qədər kölgəli ərazilərə üstünlük verməyə çalışın. Sürücülərə isə uzaq məsafəyə yola çıxarkən hava şəraitini nəzərə almaq, avtomobillərinin texniki vəziyyətini yoxlamaq və ehtiyatlı olmaq tövsiyə olunur. Bu, 29 iyun 2026-cı il tarifi üçün Azərbaycan üzrə gözlənilən hava proqnozu idi. Hava şəraiti ilə bağlı ən son yeniliklər və gündəlik məlumatlar üçün bizi izləməyi unutmayın. Hər birinizə xoş, təhlükəsiz və uğurlu bir gün arzulayırıq. Sağ olun, növbəti məlumatlarda görüşənədək